İndi bir xəbər gəldi. Hətta həmin o qardaşın necə tutulub, polis əməkdaşları tutublar. Görüntüləri var, gedir hardasa deyir, burada bu kilo oynandı, orada oynandı. Deməli həmin o uşağın valideynlə danışırdı, 3-4 gün danışır getdi. Yəni dəvət eləyir ki, sağalmağa dedi. Zəng eləyin, yəni konsultasiya pulsuzdur, oturaq söhbət eləyə qardaşla, başa salaq. Yəni gedişatı bilsin ki, yəni bunun sonu yoxdur da. Sən bunu alverin də eləsən, nəsə də eləsən, istifadə eləsən, sonu ya ölümdür, ya da türmədir. Nəsə valideynlə danışırdıq, valideyn ay nə bilim uşağın ad günüdür, ay toya getməli. Sonra axırıncı bir mövzu çıxdı, ev satmışıq, bu eləmişik, belə eləmişik. Yəni axırda da nə ilə nəticələndi? Hal-hazırda qardaşı ən aşağısı bir 10 il, 11 il, 14 il iş gözləyir. Yəni türmə qapılarına illərlə getməkdənsə, yəni onlar reabilitasiya 5-6 ay reabilitasiya yolu vardı. Bir də var idi ki, illərlə indi hal-hazırda onlar seçimləri düzgün eləmədilər. Yəni getdi 11 il insan gedəcək, get türmə qapılarında sürüncün yazıq valideyn. Ona görə vaxtında qərar vermək lazımdır. Yəni bu qərarı düzgün verilməsə, vaxtında verilməsə, sonu belə nəticələnəcək.